Salam, Biltox efirdədir. Mən Turqut Osmanlı və Misleyli bugün podkastda qonağıq. Müəllimə, sizə bir neçə sualım var. Buyur. Müəllimə, kitab oxuyanda beynimiz necə işləyir və biz yeni şeyləri necə öyrəndik? Kitab oxuyarkən beynimiz bir neçə işi yerinə yetirir. Birinci sözləri tanıyır, digər tərəfdən onların mənasını öyrənirik, daha sonra əvvəlki oxuduqlarımızla əlaqələndiririk. Bir növ idmana bənzəyir. Necə ki idman edirik, bədənimiz güclənir, eləcə də kitab oxuyarkən beynimiz inkişaf edir. Bu isə zamanla öyrənməyi daha da asanlaşdırır. Hər gün az da olsa kitab oxusaq, bu bizim gündəlik həyatımıza hansı yaxşı dəyişikliklər gətirə bilər? Kitab oxumaq bizim düşüncə tərzimizə yaxşı təsir göstərir. Hər gün cəmi 10-15 dəqiqə kitab oxumaq söz ehtiyatımızı artırır, fikirlərimizi toplamağa kömək edir, daha aydın danışmağa şərait yaradır. Həmçinin kitab oxuyarkən biz sakitləşirik. Çünki gün ərzində çox məlumat və səs-küy içərisində oluruq. Kitab oxumaq bizə dayanıb düşünmək şəraiti yaradır. Kitab oxumaq başqalarının hisslərini anlamaq kömək edirmi? Bəli, edir. Çünki kitab oxuyarkən biz qəhrəmanın sevincini, qorxusunu, kədərini hiss edə bilirik. Real həyatda qarşılaşmadığımız situasiyaları müşahidə edə bilirik. Bu isə bizim daha anlayışlı, empatik olmağımıza kömək edir. Anlayışlı olmaq, empatik olmaq isə real həyatda, dostluqlarda çox önəmlidir. Oxumağı sevməyən insanın dünyası, kitab oxuyan insanın dünyasından fərqlənirmi? Mənə elə gəlir ki, məlumatın miqdarından çox baxış bucağında fərq var. Çünki kitab oxuyarkən biz müxtəlif insanlar, dövrlər, ölkələr, baxış bucaqları ilə tanış oluruq. Öz təcrübəmizdən əlavə başqalarının da təcrübəsindən yararlanırıq. Oxumayan insanın dünyası əlbəttə ki, kiçik deyil, amma kitab oxumaq həmin dünyaya yeni pəncərələr açır. Kitab oxumaq bizə dostluq, dürüstlük və yaxşı əxlaq haqqında dərs verə bilərmi? Əlbəttə, kitabdakı qəhrəmanların qərarlarının nəticələrini görə bilirik, kimin dürüst davrandığını, kimin səhv etdiyini və bunun nələrə gətirib çıxardığını müşahidə edə bilirik. Məncə kitabların ən gözəl tərəfi odur ki, kitablar bizə nəyin doğru olduğunu əmr etmir. Əksinə, düşünməyi və nəticə çıxarmağı öyrədir. Son olaraq bizə tövsiyə edə biləcəyiniz bu yaşda mütləq oxunmalıdır dediyiniz kitab hansıdır? Mənim seçimim Antoine de Saint-Exupéry'nin Balaca Şahzadə əsəri olardı. Maraqlısı budur ki, bu kitabı müxtəlif yaşlarda oxuduqca cürbəcür mənalar kəşf edirsən. Uşaq olarkən bu hekayə sadəcə olaraq maraqlı bir hekayə kimi görünür. Böyüdükcə isə dostluqlar, məsuliyyət, insan münasibətləri haqqında dərin fikirlərlə qarşılaşırsan. Mənim ən çox sevdiyim cümlə insan üçün ən vacib olan şeyi həmişə gözlə görünmür. Mənə elə gəlir ki, uşaqlar bu kitabı oxuduqca həm maraqlı hekayə ilə tanış olacaqlar, həm də dünyaya fərqli bucaqlardan baxmağı öyrənəcəklər. Biltox efirdəydi. You aced it. Dedim.